Bugün turizm biznesində uğurun açarı sadəcə gözəl otellər və maraqlı turlar deyil. Əsl fərqi yaradan isə texnologiyadır. Bir vaxtlar müştəri siyahıları Excel'də, rezervasiyalar isə dəftərlərdə aparılırdı. Amma gəlin etiraf edək, bu dövr artıq bitib. Bugünün turizm şirkətləri minlərlə məlumatı saniyələr içində əldə etməli, yüzlərlə müştəri ilə eyni anda əlaqə saxlamalı və hər bir sifarişi isə dəqiqliyi ilə izləməlidirlər. Və burada səhnəyə ERP, CRM və avtomatlaşdırma çıxır. ERP sistemləri biznesin bütün daxili proseslərini satışdan maliyyəyə, inventardan əməliyyatlara qədər vahid platformada birləşdirir. CRM isə müştərini mərkəzə qoyur. Kim haradan gəlib, nə sifariş edib, nəyə maraq göstərib, hamısı bir baxışda. Avtomatlaşdırma isə işin sehirli tərəfidir. O, insan səhvini azaldır, vaxta qənaət edir və komandanın isə rutin işlərdən strateji qərarlara yönəldir. Manual idarə etmə artıq keçmişdə qalıb. Çünki bugünün turizmi sürət və dəqiqlik tələb edir. Və əlbəttə ki, indiki dövrdə rəqəmsallaşan şirkətlər daha çevik olur. Bazara daha tez reaksiya verir və ən əsası isə müştərilərini daha yaxşı tanıyır. Və burada Travakko səhnəyə çıxır. Travakko turizm biznesləri üçün ağıllı texnoloji həlləri təqdim edir. Bunları bir ekosistemdə birləşdirərək şirkətlərə rəqəmsal çeviklik qazandırır. Travakko ilə turizm artıq sadəcə bir səyahət deyil, bu texnologiyanın yaratdığı yeni təcrübədir.